Əziz dostlar, dəyərli qonaqlar, bugün söhbət Ələsgər ocağından düşübsə, mütləq sözlü saz müşayiəti eləməlidir. Şükürlər olsun ki, Azərbaycan aşıqlığı dövlətimizin və xalqımızın qayğısı ilə həyat edilib. Çağdaş Azərbaycan aşıqlığının çox tanınmış simalarından biri. Xəzər Universitetinin müəllimi, dəyərli Ramin Qarayevi alqışlarınızla səhnəyə dəvət edilir. Əlbəttə, dəyərli məsələlərimiz əyləşir, müzakirələrimiz əyləşir. Hörmətli Qəzənfər müəllimdən sonra, hörmətli Rəfail müəllimdən sonra çıxış eləmək həqiqətən də çox çətindir və məsuliyyət tələbidir. Amma indi aşırıqda sənətimiz yol verir, icazə versəniz bir kəlmədə biz də özümüzə məxsus bir təbrikimizi, salamlarımızı çatdıraq. Bu günləri təbririnə yığışdığımız filologiya ilimlər namizədi, hörmətli İslam müəllimin ruhu şad olsun, İslam Ələsgərin. Mən o xoşbəxt bəndələrdənəm ki, İslam müəllimin xeyir duasını almışam, Xətai müəllimə demişəm. Yəni, mən müsabiqə dövründə efir vasitəsilə izləyirik, sonra neçə təbdirlərə düşdük. Mənə bir Dədə Ələsgər xeyir duası verdi. Həqiqətən o kişi dünya görmüş və böyük alimimiz idi. Allah onu şad eləsin. Mən deyə bilərəm ki, o xoşbəxt bəndələrdənəm ki, bu günləri Dədə Ələsgər 200 illik medalı aşıqlardan da ilk hörmətli Xətai müəllim mənə təqdim eləmişdi. Bu mənim üçün də həqiqi şərəfdir. Allah sizi var eləsin. Əlbəttə, Qorxmaz müəllim də vurğuladı ki, burada bir divani deməsək olmaz. Odur ki, icazənizlə bir divani, bir təcil istəyim, sonra hörmətli, gözəl şairimiz Yusif Nəğməkarın Dədə Ələsgər haqqında yazdığı şeirini nəzərdə çatdırırım. Eylədi aləmi sübhanı mərd. Aya, günə qərar qoyub dolandı dünyanı mərd. Məhəmməd şəninə 50-90 min kəlmə tamam. Osman yazdı cəm eylədi 30 Quranı mərd. İbrahim Xəlilullah əhd-i peyman eylədi. Çıxartdı Minə dağına, oğlunu qurban eylədi. Həzər yandı, nalə çəkdi, ah-ı fəqan eylədi. Allah'ım kərəm qılıb göndərdi qurbanı mərd. Ələsgər adım qurbanı, ya Məhəmməd Mustafa, şəninə ayə xətb olundu, əl atasan bu kəfa. Dinini aşkar eylədi, mümkünə verdi cəfa. Qılıncı mərd, qüvvəti mərd, atı mərd, meydanı mərd. Ustadımız əlbəttə şeirlərin bütün dövrlərində demək olar ki, özünü sınamışdı və divanədən sonra yerinə düşərdi ki, bir təcil istədiyək. Ahəngər deyirəm, naşı bəzirgən, gözüm dürdanədə ayə məndədir. Şeiri Rəfail müəllim dedi, qoy o bizi təcilsin deyim. Şahmar zülfün bədnəzərdən daldala çimlə gərdənində həmail eylə. Asliqab altından mah cəmalını, aləmi hüsnünə həmail eylə. Fərhad şirin sevdi, aşıq yaxşı yar. Həbib sənsən, gəl yaramı yaxşı yar. Yaxşı yara qismət olmur, yaxşı yar. Həm sözdən məhlaq qan həmail eylə. Ələsgər, dər bağdan yaxşıcan ana. Mərd itkaz baxmaz yaxşıcan ana. Yaxşı can yetişsə yaxşı canana. Həm günü xoş keçər, həm ayl eylə.
əsgərdir, əsgər. Sözləri yetməyən qatına aşıq, müdürü yazman şair mükəmməl aşıqdır. Göyçədən aləmə saçılan ışıq, ələskərdir, ələskərdir, ələskər. Hesabına 100 qoşan, 9 teli olsa qola düz qoşan, ələskərdir, ələskərdir, ələskər. Deyən o məhk cəsarətdə tək, ön görən, ən görən övliya mələk, ələskərdir, ələskərdir, ələskər. Naxçıvan havasının sedalarıyla karşınızda çıxış etdiyi Xəzər Universitetinin müəllimi, müasir Azərbaycan aşıqlığının çox tanınmış simalarından biri değerli Ramin Qarayev.
akademik Rafail müəllimi ürəkdən alqışlarla yola salırıq. Çok sağ olun, çok teşekkürler, var olun. Ramin Qarayevin az evvel yaradıcılığına müraciət etdiyi Dədə Ələsgərin şəninə o misraları könül xoşluğuyla qoşan şairimiz Yusif Nəğməkarı da xahiş edirəm ürəkdən alqışlayaq. Bilirsiniz, biz biraz evvel İslam müəllimdən danışdıq, onun yazdığı kitablardan, onun hardasa ömrünün 70 illiyini həsr etdiyi Dədə Ələsgər irsinin təbliğindən müəyyən məqamlara toxunduq. Amma İslam müəllimin əməkdaşlıq etdiyi, əməkdaşı olduğu Azərbaycan folkloruna, Azərbaycan aşıq ədəbiyyatına yüzünlərə yaxın dayanan bir tarixdə böyük faydalarla xidmət edən bir institut var. Yaxın keçmişdə o institutun direktoru olmuş və bugün də bir alim kimi, bir ziyalı kimi Azərbaycan cəmiyyətində sahib seçilən dəyərli bir ziyalımızı mən məmnuniyyətlə səhnəyə dəvət edəcəm. Əlbəttə ki, söhbət akademik Muxtar İmanovdan gedir, alqışlarınızla. Mən də bir neçə kəlmə birinci növbədə İslam müəllimi haqqında danışmaq istəyirəm. Təbii ki, Aşıq Ələsgər sənəti işidir. Rafail müəllim çox maraqlı çıxış elədi, Qəzənfər müəllim çox ciddi mətləblərə toxundu. Rafail müəllimin tezislərindən biri bundan ibarət oldu ki, Aşıq Ələsgər şeir sənətinin mükəmməl biricisidir. Və mən deyərdim ki, bu sözləri müəyyən mənada İslam müəllimə də aid eləmək olur. İslam müəllim şeir sənətinin, aşıq şeirinin incəliklərini təbii ki, kitabdan, dəftərdən, Filologiya Fakültəsinin müəllimlərindən daha əvvəl Göyçənin elə özündən öyrənmişdi, canlı şəkildə. Mən 1986-cı ildə rəhmətlik İlham Məmmədli ilə bir yerdə Göyçədə folklor ekspedisiyasını olmuşum. İslam müəllimcildə qonaq olmuşum. Mən İslam müəllimlə bir yerdə Axverdi müəllim rəhməti ilə tanış olmuşam. Onun oxumağına, əsas ifasına qulaq asmışıq. İsmixan müəllim rəhməti ilə tanış olmuşam. Ümumiyyətlə, Göyçənin o vaxtı canlı sənətkarları ilə tanış olmuşuq və onların söhbətlərinə qulaq asmışıq. Və belə məlum olub ki, doğrudan da İslam müəllim aşıq sənətini çox dərindən dərinə bilir. Mən bir faktı demək istəyirəm. Mən çalışıram, faktlarla danışım. İslam müəllimlə bayaq aparıcımız deyən kimi biz bir yerdə işləmişik həmlə. Mən yenə də Gədəbəyə ekspedisiya getmişdim. Orada Gədəbəyin Arıqıran kəndində əslən Göyçədən olan bir qaytaran kişi vardı. Mən getdim, ondan görüşdüm. Xəstə hal bir kişi idi, halı yoxudu. Tanışdıqla filanla bitər könlünü aldıq. Dedim ki, bəs mən eşitmişəm ki, siz Aşıq Ağalının şeirlərini hifz eləmişsiniz. Əgər imkan varsa, o şeirlərdən verəsiniz, mən də qeydə alıntına eləyim, razılaşdı. Mən o şeirlərdən xeyli dərəcədə yazdım, hamısını demiyorlar ki, yazdım, götürdüm. Və gördüm ki, o şeirlərin bir çoxu natamam şeirlərdir. Yəni, hafizədə necə yadda qalıbsa, bu kişi də elə yadda saxlayıb, kimdən seçdik, yazıb dəftərə, amma şeirlərin bir çoxu mükəmməldir, tamdır, amma bir çoxu da yarımçıqdır. İslam müəllimdən onda biz artıq folklor institutunda işləyirik. Mən İslam müəllimlə görüşdüm, hal-əhval tutdum. Bilirsiniz, çox yumuşaq təbiətli bir insandır. Çəkildik bir tərəfə, dedim, İslam müəllim, mən belə bir dəftər əldə eləmişəm. Qaytaran kişi dedi, həmən o kişi tanıyıram. Dedi ki, bunlara danışmamışdan əvvəl dedi ki, Hüseyin Arif bu kişi ilə görüşüb, onun dəftərindən şeirlərin ən mükəmməllərini çap edib. Sən nə yazırsa, mən dedim, bu dəftəri gəlmişəm bir yerdə. Oturduq bir otaqda sakitcə şeirlərə baxdıq. İslam müəllim dedi ki, Hüseyin Arif tamam olan, natamam olmayan, kəsir olmayan şeirlərin hamısını çap edib. Valla bu şeirləri apar evində yadigarsın. Sən bu şeirləri eləməzsən tənbəli, birdən kimsə istəyər, apararsan, verərsən, o da aparar verər bir şairə, şair təzədən yeni bir aşqalı qoyar ortaya. Vəziyyət pisləşərsən, olarsan günahkar. Misallar da çək. Dedi ki, Aşıq Ağalının adına şeirlər yazılır.
Dedi ki, Miskin Abdalın adına şeirlər yazdı. Havalar, o şeirləri oxuyan kimi, həmən o sonradan yazılan şeirlər. O sırada bilirsən ki, bu aşıq sənəti ilə düz gəlmir. Nə məzmununa görə, nə formasına görə. Oxuyan kimi, bir məndə oxuyan kimi bilirsən ki, bu dünən yazılan şeirdir. Mən o şeirləri doğrudan da vardım, indi evimdədir, onu məndən ortaya çıxartdım. Heç arxivə də təhvil vermədim, çünki arxivdən də kimsə gelib götürüb onu İslam müəllim dediyi qaydada laboratoriyadan keçirdib bizim oxucu kütləsində təqdim edə bilərdi. Və İslam müəllim belə İslam müəllim. İslam müəllimin Aşıq Ələsgərlə bağlı tərtib işlərinə baxın. Bu şeirin filan misrası belə də oxunur. Bu şeirin filan misrası atam deyərdi ki, belə də hadisələrdə qalıb və s. Bu da tamamilə təbii. Qəzənfər müəllim də toxundu. Rəfail müəllim də geniş toxundu Aşıq Ələsgərin savadlı olub-olmaması məsələsinə. Niyə bu məclisə bu söhbət gəlib çıxır? Niyə xalq arasında bu mübahisə predmetidir? 1973-cü ildə mən İslam müəllimi müdafiəsində tələbə üçün iştirak etmişim. Abbas müəllim rəhmətliyin, Qəzənfər müəllimin yadında olar. Biz oxumuşuq Xalq Təsərrüfatı İnstitutunun binasında o vaxt. Abbas müəllimin otağının, yəni Sovet Ədəbiyyatı kafedrasının qabağında balaca bir zal vardı. Müdafi orada keçirdi. Məhəmməd Arif də İslam müəllimin oponentlərindən biri idi. Nəysə, İslam müəllim çıxış elədi, oponentlər çıxış elədi, Muxtar Hüseynzadə əlini qaldırdı. Dedi, İslam müəllim, mənim sənə bir sualım var. Daha doğrusu 2 sualım var. Dedi ki, mən heç cür inana bilmirəm ki, bizim kitablarda yazılan kimi Aşıq Ələsgər o boyda şövqün sahibi, deyək ki, Rəfail müəllim deyən kimi, o boyda bir aşıq, içi şövqlə, eşqlə dolan bir insan 40 yaşına qədər subay qalsın. Bunu zarafat yana dedi, İslam müəllim də çox ədəb hərəkətlə cavab verdi. Hətta Göyçədən gələn qohumlardan biri yerdən müdaxilə elədi, gülüşmə oldu filan. Dedi, 2-ci sual. Doğrudan mı Aşıq Ələsgər savadsız olur? İslam müəllim ona da çox gözəl cavab verdi və bu cavab Məmmədçinin Təhmasində də var, başqa bizim alimlərimizdə də var. Qəzənfər müəllim elə fakta toxundu ki, əgər Nəsiminin adını çəkirsə, Nizaminin adını çəkirsə, Rəfail müəllim deyən kimi Quranın ayələrindən bələtdiyini şeirində bəyan edirsə, bu kişi dərindən-dərinə savad deyəsidir, bu şübhəsizdir. Amma bu mübahisə hardan da olur? Niyə bu məclisə də o mübahisə gəldi çıxdı? Niyə Qəzənfər müəllim də o məsələyə toxundu, Rəfail müəllim də o məsələyə toxundu? Mən istəyirəm bunu bəzi faktlarla izah edeyim, bu nədən doğur? Bu ondan doğur ki, aşıq sənəti haqqında, xüsusən haqq aşığı haqqında xalqda belə bir təsəvvür var. Xalqda təsəvvür ondan ibarətdir ki, haqq aşığı hökmən nədən söz deməlidir. O, Allah vergisi ilə sözü sənə çatdırmalıdır. Və bunu söz olaraq aşıqlar qəbul eləməyiblər. Bunu həqiqətən qüdrətli aşıqlar fədahətən şeir deyirlər. Və bunların dəyişmələri var. Və bu dəyişmələr təkcə bağlamalarla olmayıb, baxın, birbaşa orada meydanda da konkret hadisələrlə bağlı bunlar dəyişir. İndi baxın, misallara baxın. Deməli, Qurbani dastanında belə bir yer var. Qurbani vəziyyətin çətinliyinə ağır olduğunu görür. Molluya deyir ki, mənim adımdan şahənşaha məktub yaz, mənə kömək edəsin. Molluya deyir, güya savadsız. Abbas Gülgəz dastanında eyni ilə Abbas mədrəsədə oxuyur. Amma bu şeir dediyinə görə güya mollanın xoşuna gəlmir, mədrəsədən bunu qovurlar. Yenə də bu dara düşür və yenə də şahənşaha məktubu yazdırır molluya. İndi mən daha maraqlı fakt demək istəyirəm. Hamı bilir ki, xəstə qalsın, əvvəl kənddə təhsil alıb, sonra Ərdəblidə mədrəsə təhsil alıb, sonra da xəttat olur. Yəni, Quran ayələrini, gözəl xətini köçürən olur. Sən bu adama heç bir mənada savadsız deyə bilməzsin. İndi xalq axır, Qurbani kimi, Abbas Tufarlandı kimi, xəstə qalsın da istəyir ki, desin ki, bu haqq aşığıdır. Bunu yazmaqla, pozmaqla arası varsa da bunun şeirə dəxli yoxdur. Məsələn, belə bir rəvayət deyir ki, xəstə Qasımın hökümdarla, padişahla bağlı tənqidi şeirləri var idi. Hökümdar hökm elədi öz adamlarına, onlar gəldilər, xəstə Qasımın bütün nə qədər əl yazmaları vardı, onu apardılar, tökdülər filan çaya, su götürdü, apardı. Bu bilirsiniz nə demək? Bu demək ki, xalqda belə bir təsəvvür var ki, haqq aşığı
dəftər kitabla yox, sözlə, bədahətlə öz fikrini, öz şeirini auditoriyaya çatdırmaq. Aşıq Ələsgərlə bağlı deyilənlərin mərkəzində həm də bu dayanır. Bayaqlar İslam müəllim rəhmətlik. Nə deyirdi? Evin yanmağı ilə bağlı. Mən indi İslam müəllimin Ağayarla, Aşıq Ağayarla və rəhmətli Aşıq Talıbla Mantığın yazısından faktlar deyərəm sizə. Aşıq Ağayar deyir ki, mən Aşıq Ələsgərlə Kəlbəcərdə toydaydım. Bir bəy gəldi. Aşıq Ələsgərə xahiş elədi ki, Aşıq səndən xahiş edə, mənim falan adda qızım var. Ona bir tərifnamə deyil. Aşıq Ələsgər deyil, salcı köhülədi, o qıza tərifnamə deyil. İndi kişi izah edir. Bu o deməkdir ki, Aşıq Ələsgər təkcə haqq daşığı olaraq elə söz demir. Həm də şeirlə insanlara xeyir dua verirdi və bunun müqəddəs olduğunu insanlar düşünürdülər və məclislərdə o cür xahiş edirdi ki, mənim qızıma xeyir dua verir, mənim oğluma yaxşı xeyir dua verir. Yəni, aşığın obrazı haqqında mən danışmaq istəyirəm ki, haqq daşığının xalq arasında da obrazı var. Yəni, bədahətən söz deyən, müqəddəs olan bir şəxs, yəni, Rəfai müəllim deyən kimi təkcə saz ifaçısı yox, söz deyən yox, həm də millətin qurucusu, həm də millətə xeyir dua verib onu xoşbaxtlığa yönəldən bir insan. O, bu mənədir. Aşıq Ələsgərin o obrazı ki, ənənədən gəlir, Aşıq Talıbın dediklərindən gəlir, Aşıq Ağayarın dediklərindən gəlir. İslam müəllim onu elmi üstəliyə gətirə bilir. Aşıq Ələsgərin şeirlərini mən izləmişəm. Aşıq Ələsgərin şeirləri sübut edir ki, qəzəmlərdir. Həqiqətən o şeirlərin demiyorlar ki, böyük əksəriyyəti şifahi deyil. Əvvəla sözlər şifahi tələffüz formasında, qafiyələr şifahi tələffüz formasında. Biri var misranın təkrarı, biri var şeirdə təkrir, biri də var. Məsələn, deyək ki, mühəmməsin içərisində eyni misranın təkrarı. Bədavətən deyilən məqamda eyni misra təkrar da oluna bilər. Yəni, bunun bu xətti izləyəndə həqiqətən inanmaq olur ki, Aşıq Ələsgər sinədən söz deyən, bu həmən ki, Rəfai müəllimin sizin misal çəkdiyiniz o şeir nümunələri ki var, o şeirlər bədahətən deyilmiş şeirlər, təbii ki, əvvəldən düşünülüb, daşınılmış şeirlər və o şeirlərin dil etibarı ilə gözəlliyi, hədsiz dərəcədə gözəlliyi və bədii siqlət etibarı ilə hədsiz dərəcədə gözəlliyi və məzmun etibarı ilə qeyri-adiliyi. Bu kişi doğrudan da Allah vergisi olub və İslam müəllim təkcə Aşıq Ələsgəri öyrənmir. Mənim haqqında o xatirə olaraq danışdığım o dissertasiyanın mövzusu belədir. Aşıq Ələsgər və 19-cu əsr göyçə aşıqları. Yəni, Aşıq Ələsgər təkcə İslam müəllimi tədqiqatlarında tək olaraq, bir aşıq olaraq, fərd olaraq yox, həm də mühitlə bir yerdə öyrənilir və o mühitlə bir yerdə öyrənilmiş tədqiqatlar bugün bizə aşıq sənətini daha doğru düzgün istiqamətdə öyrənməyə doğrudan da çox böyük imkanlar açır, çox geniş imkanlar açır. Mən İslam müəllimin bir insan kimi son dərəcə nəcabətli insan olmağından da xeyli sizə misallar çəkə bilərəm. Mən həyatımda gördüyüm ən nəcib insanlardan biriyim. Yumuşaq təbiətli, amma həm də prinsipal. Məsələn, mən yazısı nəşriyyətlə işləyirdim. Aşıq Ələsgərin şeirlərini xahiş elədim ki, İslam müəllim tərtib eləsin, bizə versin. Və o kitabla Qəzənfər müəllim kütləvi nəşr olduğuna görə biz istəyirdik onu o ənənədən birə çıxardaq, başlıqlar qoyurduq ayrı-ayrı bölmələrə. Kitabın adını Aşıq Ələsgərin şeirlərin biri misrası ilə qoymaq istəyirdi. İslam müəllim təhdid edib, mənim adımı oraya yazdım. Dedim, niyə İslam müəllim? Dedi ki, Aşıq şeirinin, Aşıq kitabının tərtib olunma qaydaları var. Əgər o qaydaları gözləmirsinizsə, mənim adımı oraya yazın. O deməkdir ki, olmaz mənim. Aşıq sənətinin ən ənəviliyi gözləniləndə o böyük sənətdir. Aşıq sənətindən opera sənəti də yarada bilərsən, teatr tamaşası da düzəldə bilərsən. Amma o ayrı sənətdir. O ənənədə olanda gözəldir, ənənə yaşayanda gözəldir, ənənədən çıxanda əcaibdir. Fərqli bir sənətdir. Buna görə bizim bugün Ramil ki, belə Aşıq Ramil ki, çıxışırıq, belə cavanların o ənənədən gəlmə, kamandardan gəlmə, səsi, avazı, ifası gözəldir. Ənənə yaşayanda gözəldir. Amma ənənədən kənara çıxanda, onda İslam müəllim dediyi olur. Onda olur kütləvi bir nəşr, onda olur Aşıq şeirinin, hələ şeirdən danışsaq, qayda qanunlarından kənara çıxan bir şeir,
aşıq havacatlarının qayda qanundan kənara çıxan havacatları və s. Bu mənada mən İslam müəllimi çox böyük alim hesab edirəm bu sahədə. Bu gün də onun kitabları, onun tərtib işləri oxunur. Mən də belə hesab edirəm ki, bizim Qarabağa qayıdışımız əvvəlcə mənəvi qayıdışdan başladı. Bizim şeirimiz, sənətimiz, bizim musiqimiz bizi əvvəlcə Qarabağdan ayrımağa qoymadı. Bugün İslam müəllimin ruhu, Aşıq Ələsgər ocağının ruhu, Aşıq Ələsgərin sənəti, bütövlükdə aşıq sənəti, Göyçə aşıq sənəti həm də bizi mənəvi cəhətdən Göyçədən qopmağa qoymur. Və bu çox böyük bir dəyərdir, mənəvi dəyərdir. Mən arzu edirəm ki, Rəfail müəllimin dediyi bizim hamımızın arzuladığımız o böyük qayıdış baş tutsun. Biz təzədən Göyçəmizə qayıda bilək, Zəngəzura qayıda bilək, Ağbabuya qayıda bilək, İrəvan çuxuruna qayıda bilək və s. Mən İslam müəllimin ruhu şad olsun deyirəm. Onun min şükür ki, övladı Rəfail müəllim bu işi belə təbliğ edir. Təkcə Aşıq Ələsgər sənətini yox, bütövlükdə aşıq sənətini təbliğ edir. Belə gözəl tədbirlər keçirdi. Özü də İslam müəllimə zahirəndə oxşuyur, torpağı sağda yaşasın. Ona da minnətdarlığımı bildirirəm bu gecənin təşkilinə görə və sizin hər birinizə də dinlədiyinizə görə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, çox təşəkkürümüzü bildiririk. Əhatəli məzmunlu və İslam müəllimin portretini görməyənlərin gözündə canlandıran bir çıxışa görə. Əziz dostlar, dəyərli qonaqlar, Dədə Ələsgər ocağı 200 ildən də artıqdır ki, Azərbaycan şeirinin pasını, tozunu silir. Bu ocaqda yetişən insanların hər biri qüdrətli şairdir. Mən bir neçə ay bundan əvvəl Xətai müəllimlə Ozan məclisində bir görüşdə danışdım və biraz da onun anlayışına sığınaraq bir ifadə işlətdim ki, əgər Aşıq Ələsgər olmasaydı biz 20 dənə çox tutarlı şairin adını ürəklə çəkəcəkdik. Amma Aşıq Ələsgər əzəməti qarşısında digərləri biraz sanki kölgəyə çəkilib, o da məndən razılaşdı. Amma yenə də hər birinizdə bir eşq var, hər birinizdə bir məhəbbət var, dilimizin duruluğuna, diriliyinə bir xidmət var. Çox sağ olun deyirəm və gözəl musiqiçilərdən ibarət bir qrupu dəvət edəcəm. Adını eşitmək yetər ki, onları ürəkdən almışlayaq. İrəvan Xalq Çalğı Alətləri Ansamblı, oxuyur Elşad Həsənov, Qədir Əkbər Maya Qafarova.
Təşəkkürümüzü bildiririk, çox sağ olun. Növbəti ifa üçün dəvət olunur xanəndə Mehranə Vəli qızı. Müşahidə edir İrəvan Xalq Çalğı Alətləri Ansamblı. Çok sağ olun, teşekkürümüzü bildiririk. Bugün dediğimiz gibi her birimiz peşemizden asılı olmayarak Ələsgər sevdalısı kimi, şiirin pərvanəsi kimi bu akşam bu məclisə öz zövqümüzlə, könlümüzlə qoşulmuşuq. Belə ziyalılarımızdan biri də Tibb üzrə fəlsəfə doktoru dəyərli Hacı Abbas Bağırovdur. Könül xoşluğu ilə səhniyə dəvət edirik, buyursun. Buyurun da siz açılması xeyir olsun. Çox mötəbər bir tədbirdəyik. Çox mötəbər. Biz Göyçədə olanda el arasında belə bir söz işlənildi. Ləngər yerişdi. Övliya vəzləri qartal qalışdı. Üçü də var bu iki. Bax, üçü də var. Bu formullar cəmləşən şəxsiyyətin, həyatının mahiyyəti, məziyyəti, dəyəri nədirsə, onu da özünüz hesablayın. Çünki bu məclis hamısı ziyalıdır. Ziyalı da ona görə ki, təzəkkür onunla bağlıdır. Ələsgər yaradıcılığına vurgun olmaq ziyalılığın birinci alıdır. Orada mütləq ziya var. İslam müəllimin Allah Teala yerini beş eləsin. Bir neçə günlər əvvəl getdim Köygöl rayonunda məzarını ziyarət elədim. Bir gəlmə danışdım. Övladlıq borcundan əlavə babam Molla İbrahimin qucağına Bəşirin qanı töküyor. Nədə baba Kilbəli söhbəti var. Xanay müəllim bilir. Allah bu ümmili liderin yerini beşik eləsin.
175 illiyində bir yaxşı tədbir keçirdilər. Çox vaxtınızı almayacaq. Nazirlər, deputatlar, icra başçıları hamısı gəlmişdi. Yadınıza gəldi Xətai müəllim. Soruşdular ki, neçə oğlu var? Dedi, 6. Bəs desəniz, dedi, hərəsində bir başçı var. O vaxtı Allah gəlməyənlər məsələsi yenə 1000 dəfə rəqəmləsin. Heydər Əliyev buyurmuşdu ki, lazım olan məsələləri tərtibə salın. Biri deyirsə, mən 5 otaqlı öy verək sahibə. Biri deyirsə, mən torpaq verək. Xətai mənim düzdür. Biri deyəcək, hər bir şey. Kimlə deyir, hər şeyim var. Amma Quran haqqı onlar onun ehtiyacı var. Dedim, mənim hər şeyim var. Yəni, indiki zamanda bir kibrit kutusu verəsən bir kəsə, ondan etiraz edir, mümkündür. Amma o kişi öz əzəmətini görür. Niyə? Xalqa həqiqətdən mətləb kandıra, şeytanın öldürə, nəfsini yandıra, el içində pak otura, dağılsınca xoşlardanı gələkdir. Dədə Ələsgərin əsaləti gəlmişdi Həzrət Əleyhisselamdan, Allah'ın İslam müəlliminin əsaləti Dədə Ələsgərin. Əzəmətli adam idi, təmkini, namuslu, ləyaqətli, mənliyinin şərəfini heç nəyə dəyişmir. Həmişə söz deyən prinsipal, əzəmətli gəldi, bu dünyadan da əzəmətli getdi. Yəni ki, belə bir şeylə var da, Dədə Ələsgər ocağı müfəddəs ocaqdır, bura övliyə ocağı, belə desəysə bilmək. Hər ocaqda bir ağsaçlı oturur həmişə, ocağı oturan deyil. Bir kübar bir adam oturur, yer içində hörmət olan. Dədə Ələsgərdən sonra, Talib babadan sonra İslam müəllim o ocağın ağsaçlı, ocaqda oturan idi, seyidi idi, belədək havası idi. Ondan sonra da şükür ki, ilki dövrədə Xətai müəllim bu missiyanı davam elətdirir, bizə şərəflə də davam elətdirir və bu da bizim üçün çox böyük bir örnək, bir gözəllik mücəssiməsidir. Allah gəlməyən rəhmət eləsin. Dədə Ələsgər ki, yaradıcılığıyla bəxtlər, hörmətli ziyadarımız buyurdu. Bizim mənəvi, psixoloji durumumuzu dəyişdi, şəhadət tələblik yarattı, cəhdlərin o kəslər ki, daha çox Dədə Ələsgər yaradıcılığı olurlar, onlar getdilər, bizə qəhrəmanlıq qazandırdılar. Burada mütləq Dədə Ələsgər mənəvi, ideoloji baxımdan Dədə Ələsgər yaradıcılığı yolu var. Şeytanı özü nəfsini yandırar. Bundan sonra muxtarlar. Fürdündə həz, namaz, boruz, zəkat, xurs, nəhyəz, mülkər, təvəlli, bax bunlar var da, onlardan biri cihaddır. Cihadın ikisi var. Biri böyük cihaddır, biri kiçik cihaddır. Böyük cihad odur ki, nəfsini udasan. Nəfsini udan kəslər bu dünyada hansı qismində gelirsə, onu mən demirəm, tarifi o həkim işi deyəm. Nəfsini öldürə, şeytanın nəfsini yandıra. Yəni ki, bu dünyanın yükünün hamısını götürə bilən əzəmətli bir kişinin biz məclisinə yığılmışıq. Var olsun o ocaqlar ki, ondan Azərbaycanın içində hər yerin o səslər. Hamımız var olasınız. Allah razı Çox sağ olun, çox minnətdaram. Sizin Aşıq Ələsgər sevdanız hər birimizə bəllidir. Və bu sevdanın, bu sevginin, bu məhəbbətin, bu aşnalığın müqabilində bir könül ərmağanı kimi ilk növbədə qəbul edin. Dədə Ələsgər Ocağı İctimai Birliyi adından təltif olunacaqsınız. Deməli, təltifdən qabaq iki kəlmə, üç kəlmə bir fikirlərini söyləyib. Bu Hacı Abbas həqiqətən də Dədə Ələsgər sevdalısıdır. Bu ümumiyyətlə hələ bu proseslər ki, olmamışdan 2016-cı ildən mən eşitdim ki, bir nəfər həkim, doktorlar özünün klinikası var və öz kabinetində Dədə Ələsgərin böyük bir rəsmini asırdı. Fikirləşdim görəsə bu kim olar, sonradan bu Köroğlu Becənoğlu Allah onu şad eləsin, onunla tanışdığımız oldu. O dedi ki, bizim kəndimizdən Hacı Abbası deyilər. Əzə tanışdığımız oldu və tanışdığımızda biraz qalma-qallı bir variantda yarandı. Yəni ikimizə yox, Ələsgərin doğum tarixi ilə bağlı müəyyən qarayaxmalar var idi və bizi bu çox sarsıdırdı. Həmən dövrdə çox narahatçılıq var idi. Bu işlərin başında bilavasitə Hacı Abbas o işlərin üstündə idi. Həmin dövrdə də mən burada deyildim. Köroğlu Allah rəhmət eləsin, zəng vurdu, nəysə uzun söhbətdən sonra hər şey atdım, gəldim bura, bir yolu getdik. Vaxt olub ki, Ələsgər yolunda ikimizi polisə də salırlar. Bax, o vaxtlar olubdu, həqiqətən. Çünki elə bir məqam idi ki, yəni qara qüvvələr biraz yer tutmuşdu da, belə onların dövranı idi, bu deyim, nəyinsə, meydanda kimsə yox idi. Amma yenə də mən cənab prezidentimizə dərin təşəkkür edirəm ki, möhürünü vurdu, belə deyim, sənədən verildiyi heykələ də qoyuldu, bütün bu söhbətlər yığışdırıldı. Və bugün də uzun müddətli bizi artıq 5 il fəaliyyət göstərdik. 2021-ci ildən
Tədələskər adına yubiley medalı təsis eləmişik. Müxtəlif ziyalılara təqdim edirik vaxtı çatanda. Hələ indiyə qədər nə Hacı Abbasa qismət olub, nə mənə qismət olub. Bu da doğrudan da bir qəribət görsənə bilər. Bugün çox sevə-sevə mən bu misiyanı yerinə yetirmək istəyirəm. Həmin Tədələskər adına olan o qızıl medalı sevə-sevə qardaşım Hacı Abbasın yaxasına taxamaqla özümə böyük bir şərəf hesab edirəm. Alkışlarım. Gəlin alqışlayalım. Kətay müəllim, eğer sonra olacaqsa, çok üzr istəyirəm. Hacım. Sonra bilirəm bu prosesdə davam edəcəyik. Mən istəyirəm ki, bir gedişatı da sizin yanınıza salım ki, İslam müəllimin bu yubiley günündə onun ailəsini bu medalla təltif etmək istəyirik. İcazə verin bu misiyanı da Hacı Abbas öz üzərinə götürsün. Vay, ne güzel, ne güzel. Çok sevindim. Başını da dönüm mən bağışlayalım. Bu rəmzi bir məsələ deyil, çox mahiyyət var. Hərəmiz də Tədələskərində xırda bir şey görürük, bəzən təkəbbürə qədər gedib çıxır keçmiş bunu elədik. Bu kişi ömrünü sərf elədi, o ulu xəttə bir dəfə bildirməz Tədələskər xidməti ilə. Gətir onu mənə qədər orada. Daha doğrusu bu sana təşəkkür edirəm. Yox, bu rəhmətli İslam medalı. Bu medalı mən istəyirəm ki, köhnə kişilər bunu öpəm. Çok sağ olun, teşekkürler. Belə təltiflər devam edir. Minnətdarım bildirirəm. Yenidən söz musiqinindir. İrəvan Xalq Çalğı Alətləri Ansamblı çıxış edir, oxuyur Turan İman Quliyeva.
Qurban İlhan Quliyevə təşəkkürlər. İrəvan Xalq Çalğı Ələtləri Ansamblının müşahidə edib minnətlərimi bildirirəm. Aşıq Ələsgərlə bağlı müxtəlif dövrlərdə kitablar yazılıb. Bunların bir çoxu tədqiqat əsəridir. Bir qismi deyək ki, hansısa sənət sevdalısının öz münasibətlərindən doğur. Amma elə kitablar var ki, həm şəxsi mövqeyi ortaya qoyur, həm də elmi izahlara dayanır, elmi izahlarla əsaslandırılır. Belə kitablardan birinin müəllifi bugün bizimlə birlikdədir. Hacı Loğman Qorqud Babacanlılı alqışlarınızla dəvət edilir. Zərgər seçilmirsə Qızıl İmisdən, deməli aşıq zərgər deyil. Aşıqlı şairi, sufi yolu, dayazlar yolu səfərlər deyil. Rəvan təmizdir, qoşqun qəzəlim üçün rəvan yaranıb ilşim əzəlim. Məhəmməd Əlidir, mənim gözəlim əlisiz, müsəlman müzəffər deyil. Loğman Allahıdır, gözümə şahidsən də, haq sözümə şəhidsən şəhid. Hər qəzal öldürən əlağa vahid, ərsazdır, qıldadan Ələsgər deyil. Niyə bu sözü başladım? Rəhmətlik İslam müəllimlə biz Ələsgər kitabını yazanda mən Zəlibxan Yaqubun yanına getmişim ki, və Zəlibxan müəllim, bura bir öz yox, bir fikir yazasan. Dedim, İslam müəllimlə məsləhətləşmişsənmi? Dedim, görüşəcəm. Dedi, yox, ged ondan sonra görüş, sonra gel. Gəldim, İslam müəllimlə görüşdüm, taiz günü, Xətay müəllimlə görüşdə, böyük qardaşlar biz. Söhbət elədi, xeyli danışır, oradan, buradan, kitabdan danışır. Sonra məndən soruşdu ki, mənbə hansı arxivdir? Mən bu gün dərk elədim ki, İslam müəllim bunu niyə deyərmiş mənə deyildim. Elmlər Akademiyasının arxivindən götürmüşəm bu əlyazmanı, deyən bu kitabın arqınalı. Hər deyildi ona. Və sonra söhbət arasında vurdular ki, Loğman Ələsgərlə bağlı çox bana şeirlər və Ələsgər adına verirlər, mən onun çoxunu kitaba salmamışam. Vayna var, sən də bu kitabı onlara salsam, dedim İslam müəllim, arxivdən nə varsa akademiyada, mən onları salmışam kitaba. İslam müəllimin böyük xidməti, ən böyük müddəti şeirlərin orijinallığını vurdu, saxladı. Onlara qoymadı bircə sözdə, bircə cümləni bilib dəyişməyə. Nə üçün? Bu yaxınlarda sosial şəbəkədə bir dəstə cavan uşaqlar qrupa təşkil etdilər, müzakirə etdilər, hamı Ələsgər meydanına özünü sulamaq istəyir, görünün burada şeylər beləcəm. Ələsgərin sadə bir qoşmasını, gərayisini başında müzakirə edilmək. Deyil ki, bu gəlinə, xəstəyəm, yanıma gəlsin. Gəlsə, bəlkə tapılmışaq, bilmirəm. Şiirin mənası nədən ibarət edir? Bəx, hörmətli Qəzəfər müəllim deyir ki, Ələsgər haqq qaşığıdır. Aşıqdən ışıq gelir. Haqq qaşığından haqqın ışığı gelir. Yəni onun hər şeyində haqqın sədası var. Bura bax, deyir ki, deyir, o gəlinə ölürəm, yanıma gəlsin. Gəlsə bəlkə tapam-çafa batmasın, qanıma gəlsin. Dəryalarda uzar balıq, bu adını versə xalq, ilahi şərtlər var burada. Ağ tuman, çit tuman, arxa, atlas atalı şeyinsin yanıma gəlsin. İndi burada bu yanım söz haqqında düşüblər, bəhsə ki, burada bu yan deyil. Hətta gəllər odura çatlar ki, bu Ələsgərin şeydir. Dayazlıqdan evlədir, dayaz təsəvvür, Ələsgəri anlamaq üçün. Gəl Ələsgərin hübbasından keçəsən, maşın mərtəbəsində olduğunu dərk edəsən, bu haqqı işini biləsən nə deməkdir. Ələsgər baba burada nə deyir? Dəryalarda üzər balıq muradını versə xatır, balığın məskəni dənizdir. Əgər Allah ona rüsbət müsün, dənizdə üzə bilər. Əgər Allah ona can verməsin, dənizdə üzə bilməz, öləcək, bu deməkdir. Çit dumanı atır, yanıma gəlsin. Bu birinci yanıma gəlmək, biz deyirik, biz xəstə ətəklə biz yanına baş çəkək. Xəstə baş çəkmək demək. İkinci yanıma gəlmək, rütçinasdır. Onun yanına, yəni ondan sevgili görüşünə çağırır. Başqa şeylər. Sonunda deyir ki, dəryaların adası var, Ələsgərin sədası var. Yarım nənci qadası var, mənim uçanım biləsən, ilahi işıq yenə burada özünü bürüzə verir. Ələsgərin bütün şeirlərdə ilahiyə bağlılıq var. Haqq qarşılıqlı bax bu düşün. O haqq qarşılıqlı olan ki, həmişə haqqın işığına tapınır. Nədir bu? Deyir, dəryaların adası var. Yəni, insan düşərləri buzlar çabalıyar, xəstədir da yatır, ölər ya qalar. Deyir ki, Ələsgərin sədası var. Mənim sədam Allah yanında eşidiləndir. Allah ona nicat verəcək. Məsələ budur. Bir sadə gərayinin içindəki məntiqi anlamızı başlamışım Ələsgərin bir anda çarpar. İslam müəllim, bax bu bəlalarda Ələsgər poeziyası. O ki, qavram o məntiqli dərin poeziyasına, şeirlərin içindəki mənalara, mən onu yazmışam, mən o kitabın o qədər böyük uğur qazanmadı, böyük, nə mənada? Böyük kitabın, böyük ağır çəkisini çəkdim, ağır təfəkkür lazımdır. İndi
dərk elə zaman gələcək dərk edəcəklər, söz olmuyor. Ancaq onun için aşmışam, Ələsgər elə bir iş gördü ki, onun tarixi heç kim görə bilmişdi. Ələsgər Quran surələrini kitaba getirdi, şeiriyyata getirdi. 3 bəndlik bir şeirin içərisində Quranın bir surəsini getirdi, qoydu ortalığa. Və mən bilirəm ki, və yəqinəm ki, onu çox şeyləri itib batır. Kərbədə Şuşunda onun bir sonunda kitləbəti yox açır, itib batır. Yəni o bütün Quranın surələrini şeirlər şəkildə gətirmişdir. Rəhmətli Zəlimxan bu barədə bir Quran kitabı yazmışdı. O da bax bunların üstünə gedib bəzi şeylər deyilmişdi. Mən İslam müəllimlə bu barədə söhbət elədim. İslam müəllim vaxtı dedi ki, o sən yazdıqlarında şək gətirir. Dedim İslam müəllim, burada şək yoxdur, burada Qurana sökəlir. Bizim silah gündəmiz Qurandır. Qurandan ayrı kitab yoxdur. Elm Allah elmidir. Bütün elmler Allah'tandır ve onun mecmuəsi, onun mənbəyi Qurandır. Qurandan başqa elm yoxdur və Qurandan sərə çıxmır. Bunun sərləri var. Yəni çox mübahisələr getdi, çox istədilər. İslam müəllimin ən böyük xidməti, yenə deyirəm, o Kəbə ziyarəti qədər böyük ziyarəti ondaydı ki, o bu orijinallığı qoruyub saxladı. Və bir şey deyim, Ələsgər babanın sözünü deyəcəm sizə, bunu yazdan çıxarmır. Alimlərimiz, aşairlərimiz, tədqiqatçılarımız deyir ki, hafızda gərəkdir, düz qiymət olar. Qiyməti verməyə mərifət olar. Kişidə kişini səxavətlə nə edirəm ki, cahsiyat alınmış. Kimisə şöhrəti, varı, büyütü, tutulur, ictimai mövqə, boş. Və Rafaillərim gözəl qeyd elədi. Dövlət qurucularının birində elə Ələsgər. Ələsgərin bu zirvəyə çatmasında, o savadsızlıq, onun əsl savad almasında, onun bir şeyini deyir ki, xuş verdim, örgəndi, nəvcət cəməli, bəlkə mən də heç kim Ələsgər bilmir. Buna əminəm. Xuş verdim, örgəndi, nəvcət, belə-belə özləri bu. Bu şifahi ədəbiyyat, şifahi düşüncələrlə İman, Növrəs İmanı gelərmiş, İrəvanda oxuyamış 4 dəfərci ölkədə Növrəs İmanı, sonra Səmaz ağa bir də 2 nəfərdə başladım, Daşyaqda bir nəfər gelərmiş də 4-lər məscidində oxudarmış İrəvanda Şıqlar məscidində. O gələndə imandan sorğu-sual edərmiş, bu nə oxudunuz, nə öyrəndiniz? Bu şifahi yaddaşla bütün Quran elmini əzbərdən bilir və Muhtar müəllim deyir, 6600 ayə məndə də demək, Quranın içində mən də Quran adamıyam. Quranın içində ayələr var ki, onların bir ayə içində bir neçə ayə gizlənir. 6666 ayədir, riyaziyyatçıyam mən. Onun içində matrisa sistemidir. Matrisadan bir dənə sistemi çıxarıb bir ana qoyulur, riyaziyyatçılar bunu bilirlər. O səhvini sistem pozulur. O 6666-nı hər kim poza bilməz. Sadəcə ön onu yığcamlaşdırırlar, Quranı neçə dəfə təkrar tək. Hələ biz yaxşı saxlamışıq Quranı. Xristiyanların 86 cild var, İncili var. 86 cilddə buraxılar. Ona görə də Ələsgərin şeiriyyatındakı bu dəyərlilikləri anlamaq üçün gərək bütün şərq ədəbiyyatında, qərb ədəbiyyatında, dünya ədəbiyyatında, dünya elmlərini biləsən və bir əsas söyləyəcəm dostlar, bunu yaddan çıxarmır. Aşıq Ələsgər, aşıqları kimi nə bir ustada xidmət edir, 10 il onun qulluğunda deyil. Öz də Ələsgərin onun arasında elə bir böyüklər olur ki, toylara ilində qoca vaxtda Ələsgər toylara qarşılarına apararmış, toyun başında otururlarmış, öz payından bir hissəsini aliyə verərmiş, onun əzlik yola salarmış. Böyük ustadlıq budur, halallıq budur. Ona görə də onun elmindəki şeylər aşıqlardan gələn elmlərdir ki, aşıqlarla o şərəflə qulluq edir. Və Ələsgərin böyüklüyüdür ki, Ələsgər aşıqlarının üzünü ağ edir. Onun elmini öyrəndi. Mən çox mənimdə çox uşaqlara dərsləyin baxsa ki, onun üzünün zəhmətini boşa verir. Ortada çıxara bilmir. Ancaq Ələsgər alın üzünü ağ edir, onun elmini xalqa çatır və büyür, özünlə bərabər. Alın da çəkdi cəncələrin cəncəli içindən çıxardı, gətirmişə çatdıdır. Alın bizə divansıyla Misra deyəcək. Bütün bu Misra'nın içində bütün bəşər ədəbiyyatı, bütün bəşər elmin içində hər şey yox açır. Görün Allah nə qədər müdətdir deyir. Ərşdə Allah, yerdə zullar, evdə ata bir bilir. Bircə bu Misra'nı təhlil edəndə anlayırsan ki, ilahi nə qədər böyük dərin elm sahibi olur ki, aşıqalı bu belə bir nəhəng üstad edir. Ələsgərin böyüklüyündadır ki, bu həqiqət aşıqı ola bildi, aşıqlik lələlik deməkdir, sufluq deməkdir, sufluq, saflıq, sufilik deməkdir. Sufilik gəlib özünü çapır ibadətdə, imanda, həqiqətdə. Sofluq pəhrizkarlıqdır. Pəhrizkarlıq təhşə yeməkdə deyil, dildə pəhrizkarlıq, əməldə pəhrizkarlıq, işində pəhrizkarlıq olmazsa, ki, sən gəl bu mərtəbə şatırsan. Dədə Ələsgərlə bütün pəhrizkar məqamlarında ən yüksək mərtəbə şatır. Sufizmin 4 mərtəbəsini ifadə edir, mən sufizmin 7 mərtəbəsini aşırmışam, yanmışam bunlar, Ələsgər işlə bunlar var. Ona görə də, bu dədə Ələsgərə sabahsız baxanda, sabahsız var ki, Azərbaycan Elmlər Akademiyası, yarı akademiksə, Ələsgərdən müdafiəli akademik və Ələsgər sabahsız bir ilahi elm Qurandır. Burada aşıqalıqdan Ələsgər baba, dərmiliklə hepsini və yenidir.
Ağlar aşağı Ələsgər öz modelini yaratdığı o zirviyə çəkildi bir adam. Bu ölüyünə də Ələsgər. Ələsgər bütün fars dünyasında, bütün fars sistem belə şair ola bilmir. 20-ci əsrdə Ələsgər göstərir ki, ay fars, ay dini. Bu 20-ci əsrdə əsrin Nəsiblər, Füzulidən, kimlər qədər ola bilən bir Ələsgər oğlu var, türkü belə oğlu var. Yəni bu türkü deyil, bu söhbətlərin söhbəti, Makedon Ələsgərlərdən gəlir, Zərtuşda qədər yaman proseslərdə gələn işlərdir və əldə Ələsgər böyüklüyünlə bunları çatırlar, bizliyə qoydu və hamımızdan o şıxlı oldu. Sizə təqdim edədiniz oldu. Təşəkkür edirəm. Dədə Ələsgərin böyük gözəl işini devam etdirir və çox söhbətlər nəsədir. Vaxtınızı alayım və bu mübarək edin. Çox sağ olun, təşəkkürümüzü bildiririk. Bu akşam sözün təntənəsidir, bu akşam poeziyanın gecəsidir. Bax, bu arzuyla da tanınmış bir sənətkarımız səhnəyə dəvət edəcəyik. Bəzən bir aktyor bir rola görə tarix boyu xatırlanır. Az sonra qarşınızda çıxış edəcək sənətkarımız həm sənətkar, həm şəxsiyyət kimi xoşbəxtdir. O 2 dəfə Aşıq Ələsgər filminə çəkilir. Söhbət Aşıq Təbriz Vəliyevdən gedir, Balabanda müşahidə edir, Ələkbərov. Axşamınız xeyir olsun. Hər kəs salamlayıram, hər kəsə xoş arzular diləyirəm. İslam müəllimə də Allah rəhmət eləsin. Dədə Ələsgər İctimai Ocağın sədri Xətai müəllim salamlayıram. Allah olacaq sağlığı versin ki, belə tez-tez tədbirlər keçirir. İnşallah bu yaxın vaxtlarda söz verim, mənim də tədbirim keçirir. Hər hava oxunur, amma bu qaraç havası tək-tək oxunur. Ona görə bir qaraç havası olmaq istəyirəm. Dünyanı mən təcrübə eylədim. Namərd körpü salsa onda ad olmaz. Bir mərdlə ağı yesən şirindir, 100 namərdlə şəkər yesən dad olmaz. Sanlı kalır amel
doğru yoldaşa mehmandır. Dar günündə görərsən ki, usandı. Düşmən günü düşmənlərlə düşməndi 100 il yesə, qohum səndən yad olmaz. Ələskərin sözü yetir hesaba, sərf edənlər zərf eyləsin kitaba. Heç namərdin adı gəlməz hesaba. Mərd bir olar, onda iki adı olmaz. Belə başa düşürəm qorxmaq müəllim, məndə heç aşıq yoxdur, amma bir dənə çıxışla mən istəmirəm çıxam. İstəyirəm bir gün Gülvarı birində oxuyam, icazə versəniz. Gelsin, 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 gelsin. Gelsin, 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 gelsin. Yarısı yanıma gelsin. Kadası canıma gelsin. Yarısı yanıma gelsin. Kadası canıma gelsin.
var, əsgərin xəlhası var. Dəryanın nə qadası var, dəryanın nə qadası var, Aşığın canına gəlsin, aşığın canına gəlsin. Gəlsin, 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 gəlsin. Gəlsin, 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 gəlsin. Yarısı yanıma gəlsin, dadası canıma gəlsin. Yarısı yanıma gəlsin, dadası əzizim dərya gözəl, göl gözəl, dərya gözəl. Əzizim dərya gözəl, göl gözəl, dərya gözəl. Gözəl aşıqlar çox olsa da, gözəl qızlar çox olsa da, vallah billah hamıdan bu dərya gözəl, dərya gözəl. Gəlsin, 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 yarısı yanıma gəlsin, dadası canıma gəlsin, yarısı yanıma gəlsin, dadası canıma gəlsin, yarısı yanıma gəlsin, dadası canıma gəlsin. Təbriz Vəliyev, Derya Mərdanzadə, Əkbər Ələkbərov. Teşekkürler, çok sağ olun, minnətdarım bildirirəm. Hörmətli qonaqlar, biraz əvvəl mənə bir məktub təqdim olundu. Moskva şəhərindən hörmətli əmirimiz, dəyərli ziyalımız Profesör Ələddin Allahverdiyev bu gecəyə ünvanlayıb bu məktubu. Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. 1959-cu ildə yaxından tanıdığım gözəl insan, dəyərli pedagog, görkəmli Ələsgər-şünas alim İslam Talıboğlu Ələsgərovun ziyalı siması qəlbimdə xoş xatirələrlə yaşayır. Aşıq poeziyasının peyğəmbəri, bir mənalı olaraq zirvəsi hesab edilən bölcəli şəxsiyyət Dədə Ələsgər yaradıcılığının tədqiqində, toplanmasında, təbliğində misilsiz xidmətləri olan İslam Ələsgərin milli ədəbiyyatımızda xüsusi yeri var. İslam müəllimin gördüyü bənzərsiz işlər olmasaydı, bugün saysız hesapsız monografiyalar, elmi məqalələr, Ələsgər şeiri ilə səslənən musiqi əsərləri aşıqlarımızın daimi üst tutduğu zəngin söz mücrüsü olmazdı. Əminəm, bugün bu tədbirdə İslam Ələsgərin həyatı, xatirəsi xoş sözlərlə anılacaq və yaradıcılığı haqqında çoxsaylı, dəyərli fikirlər söyləniləcək. Onların hər birinə şərik olaraq İslam müəllimi Allahdan rəhmət diləyir, ruhu şad, məkanı cənnət olsun deyirik. Hörmətlə Profesör Ələddin Allahverdiyev, Moskva şəhəri. Çox sağ olun, təşəkkürümü bildirirəm. Növbəti musiqinin tam zamanıdır. Marina Nərmin Əjdərova çıxış edir. Gözler su
Teşekkürler, çok sağ olun. Mariyan Erbin Ejderova güzel bir çıkış takdim etti. Minnettarımı bildiririm. Elbette ki gecemiz devam edir. Bugün bütün musikilerin karşısında muhteşem bir metin var. O Ələsgərin söz dünyasından süzülüp gelen kıymetli fikirlerdi. Poetik ovqatını bu musikilerin necə deyərlər, intonasiyasında tapacaq ve yeniden İrəvan Xalq Çalğı Alətləri Ansamblının gözəl bir çıxışı təqdim olunur. Oxuyur Vüqar Qasımlı. Çok sağ olun, teşekkürümü bildirirəm. Əslində, tədbirin demək olar ki, böyük bir hissəsini geridə qoymuşuq. Bəlli bir saat, bir reglament var. Amma görünür ki, gecənin gedişatı, gecənin axarı insanların ovqatını biraz da bu, deyək ki, musiqili, bədii hissiyə elə kökləyib keçib getmək istəmir, hətta çıxış etmək istəyənlərin sayı çoxalır. Əgər biz sizi incitməmişiksə, yormamışıqsa, bu gecenin biraz da uzanmasını istəyirsinizsə bir alqışlarla cevap verin. Çok teşekkürler, zəhmət çəktiniz. Dədə Ələsgər Ocağının hər bir nümayəndəsi əzizdir. Dostoyevskinin məşhur sözü var, mən belə sizin gibi insanların qarşısında o fikri tez-tez işlətməkdən çəkinmirəm. Deyir ki, əgər bəşəriyyət qiyamət günü
Allah Teala qarşısında öz mövcudluğuna bəraət qazandırmaq istəsəydi, Cervantesin Don Kixot əsərini təqdim eləmək bəs edərdi. Mən də düşünürəm ki, əgər Allah Teala qarşısında biz insanlar, türklər, Azərbaycan türkləri öz mövcudluğumuza bəraət qazandırmaq istəsəydik, Aşıq Ələsgər ocağından, Ələsgər şeirlərindən təqdim eləmək kifayət idi. Və bu möhtəşəm fikirləri niyə xatırladım? Bu ocaqdan müxtəlif peşələrdə çalışan çox istedadlı insanlar var. Onlardan biri də Nailə xanımdır. O kəs ki, biz Ələsgərin obrazını o tabloya baxıb ki, könlümüzə köçürmüşük. Bizim xəyalımızda Ələsgər məhz o tablodakı kimidir. Bax, o zövqə görə, o yaddaşa, o hafizəyə görə, o vizual yaddaşa görə məhz Nailə xanıma borçluyum. Gəlin onu ürəkdən alqışlayaq və səhnəyə dəvət edirik. Nailə xanım Ələsgərin səhnədə görməyə sunuyor. Və dəyərli Xətai müəllim Ələsgərin də səhnəyə dəvət edirik. Bir ailənin iki tanınmış siması görək bizi hansı ovqata köyləyəcəklər buyursunlar. Hoş gəlmişsiniz, hoş gördük. Bütün Ələsgər sevərlər adından, xalqımız adından o möhtəşəm əsərə görə sizə təşəkkürümüzü bildiririk. Və bugün gördüyümüz İslam Ələsgərin sanki canlıymış kimi tablosu Nailə xanımın peşəkarlığından xəbər verir. Doğrudan da yaxın boyayla çox çəkmişdir. Eşq olsun. Bunu da bizim ictimai təşkilata hədiyyə edilir. Herkese teşekkür ederim bu məclisdə iştirak edildiğine. Kiçikdən böyüyə herkese çox sağ olun deyirəm. Gecənin bu vaxtına qədər vaxtınızı sərf edib oturursunuz. Mənim üçün doğrudan çox ürün vericidir ki, belə bir şəxsin evladıyım. Çox fəxr edirəm ki, doğrudan İslam Ələsgər kimi dərin düşüncəli, qəlbən təvazükar, həlim xasiyyətli, eyni zamanda çox ciddi bir şəxsin evladıyam. Doğrudan həqiqəti sevməyi mən o kişidən öyrəndim və yalana nifrət edilməyi. Heç vaxt barışmazdı. Saxtalıqla, yalanla, hiylə. Hər zaman oturdardı qarşısında, bala, düzün de görüm nə olub deyirdi. Amma indi zaman elə gətirir ki, bəzi yerlərdə nəysə, üzülü sayın və atam mənim rəssam olmağımı çox arzuluyurdu. Çox fəxr edirdi. Əslində atamın rəssamlıq qabiliyyəti oldu. Amma o Aşıq Ələsgər sənətinə yəni qurban verir, bu sənəti qurban verir, Aşıq Ələsgərin təriqatına, həyatını həsr edib, ömrünü verib. Doğrudan da hətta dünyasını dəyişənə 3 gün qalmışa qədər bu stol arxasında yazırdı. Yəni o qədər, bütün ömrünü demək olar ki, Aşıq Ələsgərə həsr edildi. Mən yenə də hər kəsə təşəkkür edirəm. Minnətdaram ki, doğrudan da Aşıq Ələsgər irsinin bugünkü günə qədər gəlib çıxmağında İslam Ələsgərinin çox böyük rolu. Fəxr edirəm. Bu şəkli düzdür, qısa bir müddətdə elədim, deyərdim ki, bəlkə də yardım çıxdı. Atamın xatirəsinə və Aşıq Ələsgər ictimai birliyinə çox dərin təşəkkür edirəm ki, doğrudan bu gecəni təşkil edirlər və Aşıq Ələsgərin bugünkü günə qədər xalqımıza tanınmağında İslam Ələsgərinin böyük rolu. Ona görə də bu şəkli mən təqdim edirəm Aşıq Ələsgər adına ictimai birliyi heyətinə. Teşekkür ederim. Her birinize yine teşekkür ederim. Çok sağ olun.
Çox sağ olun Nailə xanım, minnətdarıq. Bilirsiniz, Aşıq Ələsgərin müxtəlif vaxtlarda şəkilləri çəkilib, deyək ki, rəsm əsərləri işlənib. Amma bir çox vacib detal gözdən qaçmışdı ki, bilirsiniz, Aşıq Ələsgər sol əllə sazı ifa edirdi. Və məhz bax, bu tablonun da müəllifi olan az əvvəl qarşımızda həyəcanla çıxış edən o böyük rəssam bacımız, Aşıq Ələsgər ocağından Nailə xanım başlayır bu əsəri çəkməyə və nənəsindən məsləhətlər alır. Nənəsi də yanılmıramsa Aşıq Ələsgərin qardaşı qızı idi. Yəni o görmüşdü ustadımızı. Bir gün deyirdi ki, qızım daha toxunma, tam oxşar şəkil budur. Mən belə görmüşdüm. Yəni onun nəqli ilə tam o olduğu kimi bu portret çizilib və Nailə xanımın peşəkarlığı bəlkə də 100 il bundan sonra daha çox effektiv olacaq. Mən minnətdaram ki, belə bir işi ərsəyə gətirmişsiniz.